Əziz qardaşlar, dəyərli müsəlmanlar, bugün artıq mübarək Ramazan ayının 9-cu günündəyik. Yəni demək olar ki, Ramazan ayının 3/1-ni yola salmışıq. Bir müddət sonra Ramazan ayı ilə vidalaşacağıq. Bəlkə də bu Ramazan bəzilərimiz üçün son Ramazan oldu. Odur ki, öz-özümüzə sual verək. Görəsən biz bu Ramazan ayını necə dəyərləndirə bilirik? Namazlarımız, oruclarımız, ibadətlərimiz, Quran tilavətlərimiz bizi həyatımızda hansı izləri buraxa bilir? Ramazan ayı hər hansı bir ay kimi deyildir, dəyərli qardaşlar. Ramazan ayı qəlblərin oyanışı ayıdır. Ramazan ayı günahlardan uzaqlaşmaq ayıdır. Allaha bir addım yaxınlaşmaq üçün bizə verilən böyük bir fürsətdir. Və fürsət insana hər zaman verilmir. Odur ki, bu Ramazanı son Ramazan kimi dəyərləndirməyə çalışaq, dəyərli qardaşlar. Allah həmd olsun ki, Rəbbim bizlərə iman nurunu daddırdı. Allah həmd olsun ki, Allah Taala bizə öndər olaraq Peyğəmbərimiz sallallahu aleyhi və səlləmi təqdim etdi. Biz Ramazan və Peyğəmbərimiz dediyimiz zaman qarşımızda böyük bir məktəbi görürük. Və bu məktəbin ən gözəl nümunəsi Allah Rəsulü sallallahu aleyhi və səlləm özüdür. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin Ramazanı bizim Ramazanımıza bənzəməzdi. Ramazan ayı girdiyi zaman Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin çöhrəsi tamamilə başqa hallara düşərdi. Gecələri uzanardı, yatağı qısalardı, ailəsini də gecə ibadətlərinə dəvət edərdi. Çünki Allah Rəsulü sallallahu aleyhi və səlləm yaxşı bilirdi ki, Ramazan ayı sadəcə mədənin ac qalmasına ibarət deyildir. Allaha bir addım yaxınlaşmaq üçün böyük bir fürsətdir. Allah Rəsulü Ramazan ayı girdiyi zaman Quran tilavətini artırardı. Həzrəti Cəbrail əleyhissalam vasitəsilə birlikdə Quran-ı Kərimi qarşılıqlı oxuyardılar, müqabilə edərdilər. Peyğəmbərimizin səxavəti bu ayda bir külək kimi idi. Onun yanına gələn heç kəsi əli boş buraxmazdı. Allah Rəsulü Ramazanın sonlarına yaxın yenə ayrı bir abu-havaya bürünərdi. Dünyadan demək olar ki, ələtə üzüb etikafa çəkilərdi məsciddə. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bilirdi ki, Ramazanın son 10 günü tək gecələri Allahın gizlətdiyi 1000 aydan daha xeyirli gecələr vardır ki, Allah Rəsulü o gecələri xüsusi olaraq dəyərləndirərdi. Amma bizim Ramazanımız necə keçir, dəyərli qardaşlar? Ramazanın ilk günlərinə baxdıq, hər kəsdə böyük bir həyəcan, böyük bir coşku. Amma Ramazanın ortalarına gəldiyimiz zaman bu həyəcan bizdən itməyə doğru gedir. Ramazanın sonlarında ən böyük ehtimallardan biri olan Qədir gecəsi 27-ci gecədir. Və sonlarında bir də insanlar toplanır məscidə. İnsanlarda yeni bir həyəcan sanki başlayır. Amma sabahsı gün yenə həmin vəziyyət. Yəni artan addımlarla deyil, sanki bir addım irəli, bir addım geri. Halbuki Ramazan ayında qazandığımız o mənəvi halları Ramazandan sonra da davam etdirə bilməliyik, dəyərli qardaşlar. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm muttəfəqun aleyh olan bir hədis-i şərifdə buyurur ki, cənnətdə Rəyyan adında bir qapı vardır və bu qapıdan yalnız oruç tutanlar daxil olacaqdır. Oruç tutmayanlar bu qapıdan daxil ola bilməyəcəklər. O günü onlara belə səslənəcək mələklər. Kimdir oruç tutanlar? Və oruç tutanlar qalxacaqlar, həmin qapıdan daxil olacaqlar. O qapı bağlandıqdan sonra isə o qapıdan heç kəs daxil ola bilməyəcək. Yəni Allah Rəsulü sallallahu aleyhi və səlləm demək istəyir ki, ey oruç tutan mömin, çalış bu Ramazanı elə dəyərləndir ki, sən bu ayda Allahın verdiyi nemətlərdən uzaq durursan, Allah bu ayda digər aylardan fərqli olaraq halal buyurduğu şeyləri bu aylarda sənə haram buyurur, sən ondan uzaq durursan və bu sənin üçün çətindir. Lakin bil ki, Allah bu çətinliyi qarşılığında sənə çox yüksək dəyərləndirəcək, yüksək qiymətləndiriləcək. Və o günü hani oruç tutanlar deyildiyi zaman bizlər də onların sırasında ola bilək. Çünki elə Ramazan keçirənlər vardır ki, elə oruç tutanlar vardır ki, onlara sadəcə mədələrinin az qalmaq qalır. Günahlar işləyirlər, qeybət edirlər. Demək ki, bu tutulan oruç
onlara sadəcə mədələrinin az qalması kimi olur. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin Ramazanına baxdığımız zaman, değerli qardaşlar, daha çox cihad meydanlarında olduğunu görürük. Həmin Ramazanlarda Allah Rasulunun 9 Ramazanını tarixçilər söyləyirlər. 9 Ramazan keçirib və hər biri də sıxıntılı olubdur. Təbii ki, biz cihad deyərkən sadəcə əlinə qılınc alıb döyüşdürmək mənasında söyləmirik. Çünki cihad demək cəhd kökündən gəlir. Yəni öz nəfsi ilə mübarizə aparmaq. Çünki ən böyük elə cihad insanın öz nəfsi ilə mübarizə aparmasıdır. Bugün biz məsciddən çıxdığımız zaman çöldə nəyi müşahidə edirik? Görürük ki, ətrafdakı insanlar sanki bu məmləkətə Ramazan ayı gəlməmişdir. Yeyib-içən insanları görürük, açıq-aşkar günah işləyən insanları görürük. Amma belə şeyləri müşahidə etdiyimiz zaman onlara kinli şəkildə baxmamağımız lazımdır. Öz aramızda onlara pis ləqəblər taxmamağımız lazımdır. Çünki insan belə olduğu zaman özümüzə qayıdıb, nəfsimizə qayıdıb, öz nəfsimizi hesaba çəkməyimiz lazımdır. Soruşmalıyıq ki, əgər biz də sahabə kimi olsaydıq, sahabə yerində boş durmadı, qapı-qapı gəzdi, diyar-diyar gəzdi və insanları haqqa, doğruluğa dəvət etdi. Amma biz əgər belə kinli baxışlarla onlara nəzər salırıqsa, demək öz nəfsimizlə mübarizə aparmırıq. Əgər bunu etmiriksə, çöldəkilərə kin nəzəri ilə baxmağımız bəlkə də haqqımız yoxdur, dəyərli qardaşlar. Biz bunu unutmamalıyıq ki, bizim təbliğ etməməyimiz bizdən soruşulacaqdır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Əbu Davudda keçən bir hədis-i şərifdə buyurur ki, qiyamət günü bir nəfər mizana gətiriləcək və onun günahların sayı çox olduğuna görə o şəxs mizan tərəzisində onun günah tərəzisi ağır gələcəkdir. Və Allah Resulü sallallahu aleyhi və səlləm burada bir mömindən bəhs edir. Günahkar bir mömindən bəhs edir. O artıq bütün ümidləri kəsildiyi bir halda, cəhənnəm əzabını gözlədiyi bir halda onun yanına bir nəfər gələcək və deyəcək ki, ya Rəbbi, mən bu insandan şikayətçiyəm. Halbuki günahları çox və mənim onsuz da başıma gələnlər gəlibdir. Bu nədir mənim başıma yenidən gəlir? Deyərək, mən bu insanı tanımam dediyi halda ona deyiləcək ki, mən sənin qonşun idim, mən sənin yaxının idim, sən mənim yanlış yolda olduğumu bilirdin, günahlar bataqlığında üzüyümü bilirdin, amma sən məni o yoldan geri çevirmək üçün təbliğ etmədin. Bugün mən də sənin kimi cəhənnəmə düşürəm, Allahın əzabına düçar oluram, odur ki, səndən Allaha şikayət edirəm, deyəcək. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, həmin şəxsə onun da günahı yüklənərək cəhənnəmə atılacaqdır. İndi başa düşürük ki, əziz qardaşlar, sahabə nə üçün yerində boş dayanmadı? Nə üçün Allah Rasulunun əshabı yerində boş dayanmadı? Qapı-qapı gəzib, diyar-diyar gəzib, insanlara haqqa, ədalətə, doğruluğa dəvət etdi. Çünki onların İslam kimi böyük bir dərdi vardı və bu dərd onları çöllərə, yollara çıxarırdı. Biz çox arxain bir şəkildə davranırıq, sanki cənnəti qazanmışıq. Amma Allah Rasulunun əshabının içərisində cənnətlə müjdələnən sahabələr var idi. Ridvan beyətində Allah Rasulü 1400 sahabəni cənnətlə müjdələmişdir. Amma onlar boş dayandı mı? Xeyr, onlar əksinə ömürlərinin sonuna qədər cihad meydanlarında oldular. Çətin işlərlə, müsibətlərlə üzləşdilər. Sahabə iftar süfrəsində bizim kimi iftar süfrəsində olan yeməklərin çeşidindən danışmırdı. Cabir radiyallahu anh atası ilə mübahisə edirdi ki, Uhud döyüşünə mən gedəcəyəm. Atası isə evdə sən qalacaqsan, mən döyüşə yollanacağım deyirdi. Yəni onların bir dərdi vardı və bu dərd onları narahat edirdi, onları çöllərə, yataqlarından qurtarıb çöllərə yolluyordu. Dəyərli qardaşlar, Ramazan ayı böyük bir məktəbdir və bu məktəbi bitirənlər nə böyük müjdələrlə qarşılaşacaqlar. Ramazan ayında mərhəmət məktəbi vardır, Ramazan ayında şəfqət məktəbi vardır, Ramazan ayında ehtiyac sahiblərinin halını anlamaq vardır,
və bu qədər məktəbi bitirmək bir mömin üçün böyük bir müvəffəqiyyətdir. Rasulullah sallallahu aleyhi ve sellemin əshabı da belə etmişdir. Amma biz belə düşünməməliyik ki, bir Ramazanda biz övliyə olacağıq. Çünki Allahın Rəsulunun əshabından da elələri var idi ki, onlar 10 ilə tərbiyə olundu. Lakin arada bir fərq var idi ki, onlar bir münkəri gördüyü zaman əsla yerində durmazdılar. O münkəri aradan qaldırmaq üçün ya fərdi şəkildə o qardaşları ilə söhbət edərdilər və ya əgər bu təsir etməzdirsə, ictimai qınaq yaradaraq o münkərə qarşı mübarizə aparırdılar. Bizlər kimi məsələlərə etinasız yanaşıb, başım ağrımasın deməzdilər. Bəzən sual olunur ki, Ramazan ayında əldə etdiyimiz o həyəcanı digər aylarda əldə edə bilmirik, digər aylara paylaya bilmirik. Əziz qardaşlar, bizim müsəlmanlığımız sadəcə müəyyən günlərə, müəyyən aylara sığışdırılmış bir müsəlmanlıq olmamalıdır. Düzdür, Ramazan ayında hər bir insanda böyük bir coşku yaranır, böyük bir həyəcan yaranır. Amma bu həyəcanımızı digər aylarda da davam etdirməliyik. Yəni, bir addım irəli isə olmasa hər Ramazanda bir addım irəli getməliyik. Çünki səhabənin imanı yüksələn bir iman idi. Digər vaxtlardakı, digər aylardakı halımızdan fərqli olaraq bir addım irəli getməliyik, kamilləşməyə doğru irəli getməliyik. Yoxsa bu həyat bizləri bir addım geriyə çevirmiş olar. Allah qorusun. Dəyərli qardaşlar, Allah Teala bizləri Ramazan ayında Quran-ı Kərimi tilavət etməyimizə çağırır. Bəzən insanlar Quran-ı Kərimi tilavət edir, amma biz Qurandan heç nə anlamırıq deyir. Quran çətindir deyir. Halbuki Rəbbimiz ayədə nə buyurur? وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِّرٍ. Biz Qur'anı asanlaşdırdıq buyuruq Allah Teala. İbrət almağınız üçün asanlaşdırdıq buyuruq. İbrət alan varmı? Yəni sən Quran-ı Kərimi oxudun, lakin orada ibrət alası heç bir şey tapa bilmədin. Bu mümkün deyildir. Çünki sən Quran-ı Kərimi oxuduğu zaman Qurana elə zənn edirsən ki, Quran-ı Kərim bir əlifbə kitabıdır. Çox sadə bir kitabdır. Xeyr, dəyərli qardaşlar. Quran-ı Kərim bəzi ayələri vardır ki, onları sadəcə alimlər başa düşərlər. Bəzi ayələri vardır ki, o ayələri yalnız Allah Resulü sallallahu aleyhi ve sellem başa düşər. Qurandakı elə ayələr vardır ki, o bizlərə aiddir və Allah Teala buyurur ki, oxudun amma ibrət ala bilmədinmi? Allah Teala bu Ramazan ayını təfəkkür dolu ibadətlərlə keçirə bilməyi hər birimizə nəsib etsin, dəyərli qardaşlar. Bu duaları edərkən eyni zamanda bilirsiniz, dəyərli qardaşlar, xalqımızın başına gətirilən müsibət, Xocalı faciəsində şəhid olan qardaş və bacılarımızı da xatırlamalıyıq. Ramazan ayı bilirik ki, rəhmət ayıdır. Ramazan ayında bir müsəlman ehtiyac sahiblərinin halından xəbərdar olmalıdır. Zülmü anlaya bilməlidir, zülmkarı anlaya bilməlidir, məzlumu tanıya bilməlidir. Və məhz o qanlı səhifələrimizdən biri də 26 fevralda Xocalı faciəsində baş verən hadisədə xalqımızın başına gətirilən bu müsibət. Tariximizi unutmamalıyıq. Tariximizi hər zaman unutduğumuz üçün başımıza gələnlər olur. Odur ki, düşmənə qarşı hər zaman ayıq-sayıq olmalıyıq, tədbirli olmalıyıq ki, bir daha belə müsibətlər başımıza gəlməsin. Allah Teala vətənimiz uğrunda canını vermiş şəhidlərimizə rəhmət eyləsin. Qazilərimizə Allah Teala səhət dolu günlər nəsib etsin. Amin.